Dostlar, bir dənə sual verim. Səhər saat 10-a işləyib 10 dəqiqə. Adətən dövlət işində və ya özəl işdə çalışanlar saat 9-da işdə olmalıdırlar. İş çünki onlarda 8-də, 9-da, ən gecə 10-da başlayır. İndi də 10-a işləyib 15 dəqiqə, 10 dəqiqə. Bu qədər adam aeroport yolunda çox sıx hərəkətdə gedirik. Yaxşı, işdə olanlar kimdir? İndi hal-hazırda qızımla əlaqə saxladım. Məlum oldu ki, onlar hələ də dərsə çatmayıblar. Çıxıblar saat 7:30-da Hövsandan. Məktəbə gedirlər Nərimanova Əhməd Rəcəbliyə. Yəni, maksimum 35 dəqiqəlik yoldur Əhməd Rəcəbliyə. Aeroport şosesi Ziya Bünyadov Əhməd Rəcəblidəsən də, yəni belə bir məsafədir. 1 saat yarımdan çoxdur ki, onlar hələ məktəbə gedib çata bilməyiblər. Səbəb nədir? Nə məsələdir? Məsələn, saat 9-da olmalı adamlar niyə küçədədirlər? Niyə bu adamlar işə gecikiblər? Niyə ləngiyiblər? Səhər tezdən nə ləngimə ola bilər ki? Bəzən adamlar deyirlər, məsələn, prospekt çox geniş olmalıdır, yollar genişləndirilməlidir. 4 zolaqlı yoldur, 90 kilometrdən getməliyik, əslində məntiqlə. Nə məsələdir bu? Niyə cəmaət işə gecikir? Niyə uşaqlar dərsə gecikir?